Yine son dostum ile karşınızdayım dostlar. Bugün sizlerle video çəkirəm. Baxın, baxan kimi görürsünüz. Bugün ayın martın 22'sidir dostlar. Mən gəlmişəm Novruz festivalına, bulvarda olan Novruz adı tənələrinə və yerinə dostlar. Burada konsert mahnı oxunur. Gördüyünüz kimi burada nənələr maketlər kimi düzəltiblər, heykəllər yoğururlar, xəmir yoğururlar kimi. Burada da tonqal düzəltiblər. Baxın, belə atribut kimi də belə bir şey. Baxın, gördüyünüz kimi belədir. Bu gün hər kəsin bayramını təbrik edirəm. Novruz və Ramazan bayramını hətta. Gördüyünüz kimi belədir. Burada uşaqlar əylənir burada. Əsl nənələrə oxşuyur gördüyünüz kimi. Uşaqlar oynayır. Həm də bu bahar inşallah bizə ruz bərəkət gətirər. Hər kəsin bayramını təbrik edirəm, yenidən təbrik edirəm. Gördüyünüz kimi burada atributlarımız var. O da atributu. Gördüyünüz kimi baxın, burada da mən öküzə mindim. Gördüyünüz kimi çox maraqlı idi, əla idi. Bu çox tez fırlanır dala, qabağa. Tez fırlanır, həm də adamın ürəyi bulanır. Fırlanır, az qala yıxılam, əla idi. Gördüyünüz kimi belədir, yıxıldım burada. Torpaq əlində bahar rəyində festivalı. Baxın, hər yerdə bir balaca bir var. Burada onun qarşısına bilir. Burada da sənədir. Dostlar, baxın, burada əjdaha nəfəs aldıq. Belə bir bildiğiniz kimi kukuruzdur, içinə soyulmuş bir şey vururlar və insan ağzından çıxır. Gördüyünüz kimi belədir. Amma çox soyuqdur bu. Siz də gəlib torpaq əlində bahar rəyində deneyə bilərsiniz, yəni görə bilərsiniz. Burada isə belə bir Novruz belə yeri düzəltmişlər. Burada səmənimiz var, işıqlar falan. Gördünüz, bəyək gördünüz. İndi içəri girirəm. Burada şəkərbura, paxlava, səməni. Burada isə Novruz bahar qızı var. Onunla salamlaşıram. Və burada Coca-Cola şirkəti var. Gördüyünüz kimi belə yerdə atributlar, maraqlı səməni, baş papaq, şamlar, Novruz atributları var. Gördüyünüz ki, mən buradan çox xoşum gəldi. Torpaq əlində bahar rəyində festivalı maraqlıdır. Burada bahar qızı ilə danışıram. Deyirəm, bahar necə gəldi, necə oldu. Belə danışırıq və gördüyünüz kimi belədir. Balaca bir xudmani bir yer düzəltdilər. Sağ olun, salamat qalın. Bu günlük bu qədər.